Bunlar kalanşadır, ağ kalanşalar. Görək tutacaqlarmı? Qırmızı çaha. Bayaqdan çöldəyəm, iş görürəm, əllərim nə gündədir. Bunları bura qoydum. Həqiqətən işlərim bitmir ki, bitmir. Dovşanlar. Bunlar fokus güllərdir, məndə olanlardır. Onu çıxartdım. 3 dənə kök oldu. Bura əkdim, amma açıq kök oldu. İnlə belə bitər, bitməz möcüzədir. Əllərimə bax. Burada qırıb gətirdiyim şeylər var. Mor salkımlar. Bizim dildə adını bilmirəm. Bu belə qoymuşam qablara əkib belə eləmişəm. Görə bitəcəkmi? Lobiyalarım bitər, bitməz. Bunları da bilmirəm. Yerim olaydı kaş əkəydimi hər şey. Amma yoxdur da. Neysə. Belə. Sonra sarmaşarsan. Buralara bayaqdan burayı əlləşirəm. Onu ora bağlayıram. Bunu buna bağlayıram. Bunlar şeylərdir. Karalahanalar. Burada əkmişəm fidələrin ki bitsinlər. Bunlar əkdiyim. Nədir bunun adı? Ceyran gözlər. Biri bu rəngdədir. Biri bu rəngdədir. Həyətimdəkindən. Bu da bənövşədir. Bura biraz az işıq düşür. Görün bitəcəklərmi? Ceyran gözlər elə bir ki biraz işığı az olan yerdə köklənirlər. Əslində biraz kölgə fason yerdə. Bu da mənim pul ağacımda öldü. Orada bircə dənə göz qalıb. Görün bitəcək. Çox böyük pul ağacı idi. Heyf oldu. Nəysə. Çölə qoydum çürüdüyə. Bəlkə də bunu evə qoysaydım. Bitərdi. Gözləyəcəm də görək. Dovşanlar. Burada qoymuşam güllərdən. Görək dovşanlar bütün otu töküb güllərin üstünə. Bu ağ güldür. Belə qablarda əkmişəm. Yəni həm özümdə olanlar itməsin deyə. Bilim ki burada da var. Həm də ki istəyən olsa satıram. Dostlar. Baxanlar olsa, istəyənlər olsa, hansı güldən xoşları gələn olsa mənə desin, əkib verərəm və yaxud da əkilmişi varsa da sataram. Yəni bazar qiymətindən çox ucuz olacaq. Kahlarım belə var. Kahı toxumları və yaxud da əkilmiş belə qablarda kahlar. İstəyənlər olsa deyər. Burada da bu ağ kalanşadır. Bunlar da payız papatyalarıdır. Əkmişəm. Adlarını unutmuşam tabii ki də. Həmişəki kimi. Görək. Burada da var güllərimdən. Belə qabları əkmişəm. O balaca qabdakılar 1 manata verirəm. Lap balacalar olsa 50 qəpiyə də olur. Ölçüyə görədir. Bunun gözəlliyinə baxın. Necə gözəldir. Baxın. Çox qəşəngdir. Güllərim. Bunlar artıq solurlar. Bunların pişiyi də bunun üstün şey eləyib, özü üçün düşüb buradan yerə düşmə yeri. Bunlar ujaya artıq güllərini soldururlar. Otları biçdim. Bayaqdan otlarla əlləşirəm. Buranı biçməklə əlləşirəm. Bayaqdan biçdim hər yeri qayçı ilə. Belim ağırdı onu biçib qutarınca. Əslində orada ot var, amma torpaq. Bu gülü bura əkdim. Belə qızıl gülü. Mamadan gətirdim. Özü kökləndirib gələmədən. Buradan qalxsın belə. Bu gözəlim çox gözəl güldür. Həqiqətən çox gözəldir. Ortası necə yumrudur baxın. Çox qəşəng, iri.
Çəhraylı ama çox gözəldir də. Oradakı güllərimə də biraz baxdım, biraz suladım. Bu da mənim qara qırmızım. Balaca açır amma belə xırda-xırdadır. Belə. Bu biraz əcayib açır nəsə. Rəngi qəşəng, tumurcuqda qəşəng olur amma açanda belə. Ağzı burnu əyilir. Buradakı güllərim var, bu gözəlliyim. Bu gözəlliyimi iri bir qaba əkəcəm. Hələ ki burada yaxşı gedir, qalsın burada. Bunlar belə. Bu gülümü çox sevirəm. Görək bu nə rəng açacaq. Burada da var tumurcuqda. Buradakı qızıl güllərim. Oyun oynayıp çocuk bir çok güzel. Yaxşı elədin. Burada da qızıl gülüm var. Gələmədən əkmişəm. Biri budur, biri bu. Bu inkişafa keçib dibindən baxın elə çıxardır. Bu biraz indən belə bəlkə inkişaf eləyə. Çox basa-basa idi. Açdım diblərin ki hava alsınlar. Bu da bizim tospikimizdir. Suyun içində bilmirəm. Hiçbir şey öndürüp. Görünür ya yox. Mən evə girməmişəm heç Rəvoş bəy. Bu ne koştu? Gözəlliyi də mama gildən gətirmişəm. Gözdə əlim kirlidir və video çəkirəm. Sonra davam edərik. Bunu da mama gildən gətirmişəm belə. Xırda-xırda açır. Ay, yoruldum, çox yoruldum bugün. Reyhanlarım. İndi reyhanlarım bitməyə başlayırlar. Çox zəif qalmışdılar. Aşkım çəkil otu təzə biçmişəm. Çox əzmə. Buradakı gülümü göstərim sizə. Görün nə gözəl. Nə gözəldir. Bunun gözəlliyinə çox qəşəngdir. Belə krem kimi, krem rəngi var. Biraz narıncıya çəkir. Hə də bu salyangozlar da başımın bəlasıdır. Hə. Bir dakika. Arkadaşım artık para. Ha diyorum. Uşaqların əlindən video çəkmək olmur ki. Əllərim nə gündədir. Bunları indi dərmanlayacağam. Bu gülüm qəşəng idi. Bunu da pişik qırdı, bu hala gətirdi. Bu da qızıl gülümdür. Bitlənib bu da. Bu da uzansın, qaldıracağım göyə. Bunların da gülü artıq solur. Bu odun peçin bura koymuşam, yandıracağım dedim. Bugün hiç vaxt edip yandıra bilmədim. Dedim sabah yandıracağım. Ya da birazdan da yandıraram. Hələ yox. Külünə görə. Biraz səptim buralara kül. Xəstəliyin qarşısını alsın. Dərmanlayacağım da. Gözəlliyi görürsünüz. Necə gözəldir. Çox qəşəngdir. Əziyyət çəkirəm güllərlə. Bunlar da belə gözəl olurlar. Mənə xoş olur. Ay, bunların gözəlliyi. Nədir ayağımın altında qalır elə. Bu da solda yeni tumurcuqlar gəlir. Bu balaca qab üçün olan pomidordur. Bunu da əslində toxumların çoxaldacağım. Bu il az oldu. Əslində burada 3 kök olmalıdır. Hə, burada 3 köktür. Evin üstünə də qoymuşam. Ayrıca qablarda. Bunların bu il toxumun lap çox yığacağım. Sırf qab üçün olan bodurdur, yəni qalxmır. İstəyən olsa bunu da toxumlarından verə bilərəm. Bunu da toxumun, yox, bunu hazır qabda, toxumun yox, hazır qabda, əkili formada. Əslində Türkiyədən sırf bu pomidordan mən zakaz vermişdim, amma bundan çıxmadı. Belə olmadı, uzandı. Amma bu sırf bunun toxumun toxumun yox, hazır qabda almışdım. 5 manat idi. 7 manat almışdım deyəsən hazır qabda. Toxumun istəyən olsa 1 manatdan verəcəm, yəni belə qablarda, kloklarda falan. Sırf qab üçündür.
Bu gözəlliyə baxın. Necə gözəldir tumurcuq. Çox qəşəngdir. O gözəl gülümü, baxın o ağ gülümü. Payızda bu ortadan əkəcəm. Bunu da biraz belə çəkmək istəyirəm ki, bir-birlərinə girməsinlər. Nəmi baxacam da, yəni bu hissədən əkəcəm. O yuxarıdan bəri düşüzdürəcəm. Əslində o elə qəşəng inkişaf elədi, elə gözəl sevdi oranı. Bilmirəm day. Buradan da gül əkdim, qırmızı güldü, mamam deyir. Buradan görək bitəcəyimi. Bu da çox gözəl iyili güldü. Böyümək bir xəstəlik imkan vermədi, böyüsün. Görək. Kaktüsə bax, necə qəşəng inkişaf edeyim. Güllərim çoxdur, həqiqətən. Yəni, bu bal, bu gözəllikdə, bunun rənginə baxın. O tərəfdən çəkdim, bilmirəm. Çəkdim deyəsən, onu da mama verib. Bu gözlərim də qəşəng böyüyür. Otu qəşəng biçdimi. Biçəndə də çox qəşəng görünürmüş, həqiqətən. Elə sürətlə böyüyür ki, otlar. Baxın, buradan biçmədiyim halıdır. Bilmirəm, görünür ya yox. Burada da biçdiyim. Onun qıraqlarını özüm biçmədim belə. Maraqlı görürsün. Biçəndə çox qəşəng görünürmüş, səliqəli. Elə bir xalça sərmisən yerə. Bəzi boşluqları var, oralardan da bitəcək. Otlar ayaqlamasaq. Ən çox payızda daha qəşəng bitirlər. Belə bir xalça sərmişəm. Necə qəşəng bitiblər. Qəşəng görünür. Biçdim elə bir ki, otun içində hər şey ortaya çıxmağa başladı. Qəşəng xalça kimi görünür. Güllərin içində, özüm üçün də belə oturma yeri düzəltmişəm. Heç vaxtım yoxdur oturam. Bir dincələm. Vaxt olmur, həqiqətən vaxt olmur. Baxın bu kahımın toxumun, qırmızı kahı toxumun görürsünüz. Necə qəşəng böyüyür. Çox qəşəngdir. Bunların da toxumundan istəsəniz verə bilərəm 50 qəpikdən. Yəni baxın, biraz yaxşı, necə deyim, aktiv deyiləm. Sosial mediada deyək. İzləyicim azdır. Canlı da açıram. Gələn olmur. Sizdən çox-çox xahiş eləyirəm. Videoma baxanlar bəyənin, bir ürək də olsa, bir şey də olsa yazın, heç olmasa. Rəy bölməsində. Takip eləyin məni. Yuxarıda da var güllərim. Yəni çoxalsın istəyirəm. Səhifəmi böyütmək istəyirəm. Çox-çox xahiş eləyirəm izləyən, qarşısına çıxan hər kəsdən. Bu gözəlliklərdən sizə sağ ol deyirəm. Sağ olun.